Salam, yəqin sizə də tanış gəlir, bazara, marketə gedirsən, amma sanki əvvəlki kimi alış-veriş edə bilmirsən. Pulun dəyəri sanki əriyib gedir. Bəs yaxşı, hamımızı narahat edən bu sualın cavabı nədir? Qiymətlər niyə geri qayıtmır? Gəlin bu məsələnin dərinliyinə enək. Bəli, əsas sualımız budur. Hər birimiz bu vəziyyətlə üzləşirik. Mağazada qiymət etiketini görəndə bir anlıq duruxub qalırıq. Yanacaq dolduranda, kommunal xərcləri ödəyəndə hiss edirik ki, nəsə dəyişib. Yaxşı, bəs bu bahalaşmanın pərdə arxasında əslində nə baş verir? Gəlin detallara varaq. Məsələnin nə qədər ciddi olduğunu anlamaq üçün bax bu rəqəmə diqqət yetirək. Təkcə 2022-ci ildə Amerika, Böyük Britaniya və Evrozonada inflyasiya, yəni qiymət artımı 10%-ə çatdı. Bu, son 10 illiklərin rekorduydu. Yəni, bir il ərzində hər şeyin qiyməti orta hesabla 10% bahalaşdı. İnflyasiyanın pulumuzun dəyərini necə yediyini anlamaq üçün ən yaxşı yol bax bu sadə nümunədir. Təsəvvür edin, 2000-ci ildə 2 dollara aldığımız o dadlı burger bugün təxminən 6 dollardır. Burger eyni burgerdir, amma bizim pulumuz artıq eyni gücdə deyil. Alıcılıq qabiliyyəti zəifləyib. Yaxşı, bəs bu qiymət artımının arxasında hansı mürəkkəb qüvvələr dayanır? Gəlin indi inflyasiyanın 4 əsas hərəkət verici qüvvəsini bir-bir araşdıraq. Deməli, birinci səbəbimiz tələb inflyasiyasıdır. Gəlin belə bir səhnə canlandıraq. Bir tornado gəlir və bütün qarğıdalı tarlalarını məhv edir. Amma insanlar hələ də qarğıdalı istəyir, düzdür? Yəni tələb eyni qalır. Ancaq təklif, yəni qarğıdalının özü kəskin şəkildə azalır. Belə olanda nə olur? Əlbəttə az sayda qalan qarğıdalı üçün bir rəqabət yaranır və qiymətlər anənən yuxarı sıçrayır. İkinci səbəbimiz xərc inflyasiyasıdır. İndi də gəlin popkorn satıcısı haqqında düşünək. Əgər bayaqki tornado nəticəsində qarğıdalının qiyməti qalxıbsa, popkorn satıcısı mənfəətini qorumaq üçün nə etməlidir? Təbii ki, popkornun qiymətini artırmalıdır. Yəni, istehsal xərcləri birbaşa bizim cibimizə təsir edən son qiyməti müəyyən edir. Üçüncü səbəb isə, belə demək mümkünsə, biraz qapalı dairəyə bənzəyir. Daxili inflasiya. Hər şey bahalaşdıqca, işçilər təbii olaraq daha yüksək maaş tələb edirlər. Şirkətlər də bu artan maaş xərclərini kompensasiya etmək üçün öz məhsullarının və ya xidmətlərinin qiymətini qaldırırlar və bu proses bir zəncirvari reaksiya kimi davam edir. Və nəhayət, dördüncü səbəb, bazarda həddindən artıq pulun olması. Təsəvvür edin ki, iqtisadiyyatda cəmi 5 dənə çörək var. Əgər hökumət deyək ki, iqtisadiyyatı canlandırmaq məqsədi ilə hər kəsin pulunu 2 qat artırsa, nə baş verər? Həmin 5 çörək üçün daha çox pul mübarizə aparacaq. Nəticə, çörəyin qiyməti də 2 qat qalxacaq. Çox pul, az malı qovur. İndi isə gəldik məsələnin ən maraqlı, bəlkə də biraz təəccüblü tərəfinə. Deməli, iqtisadçılar və mərkəzi banklar əslində biraz inflyasiya olmasını istəyirlər. Bəli, düz eşitdiniz, istəyirlər ki, qiymətlər yavaş-yavaş artsın. Və bu, sadəcə bir nəzəriyyə deyil. Əksər iqtisadi ekspertlər bu fikirlə razılaşır. Onlar üçün qiymətlərin heç artmaması, yəni sıfır inflyasiya və ya daha pisi, qiymətlərin düşməsi daha böyük bir təhlükə hesab olunur. Buna görə də ABŞ Federal Ehtiyat Sistemi də daxil olmaqla dünyadakı əksər mərkəzi banklar illik təxminən 2%lik inflyasiya hədəfləyirlər. Onların fikrincə, bu iqtisadiyyatın sağlam və stabil böyüməsi üçün ideal rəqəmdir. Gəlin bu iki ssenarini müqayisə edək. Aşağı stabil inflyasiya insanları pul xərcləməyə və investisiya etməyə həvəsləndirir. Çünki bilirlər ki, pulları bir il sonra biraz daha az dəyərli olacaq. Bu, iqtisadiyyatı canlandırır. Amma deflyasiya, yəni qiymətlərin düşməsi isə tam tərsinə. İnsanları pulu saxlamağa vadar edir. Niyə bugün alım ki, sabah daha ucuz olacaq düşüncəsi iqtisadiyyatı dondura bilər. Bunun acı nəticələrini Yaponiyanın itirilmiş 10 illiklərində və böyük böhran dövründə görmüşük. Yaxşı, bəs hökumətlər və mərkəzi banklar bu 2%lik ideal hədəfə çatmaq üçün iqtisadiyyatı necə idarə etməyə çalışırlar? Gəlin indi onların əlindəki alətlərə bir nəzər salaq. İnflyasiyanı cilovlamaq üçün əsasən 2 güclü alət var. Birincisi, Mərkəzi Bankın idarə etdiyi monetar siyasətdir. Onların əsas silahı faiz dərəcələridir. Faizləri qaldıranda borc almaq bahalaşır, insanlar və şirkətlər daha az xərcləyir və beləcə iqtisadiyyat biraz soyuyur. İkincisi isə hökumətin apardığı fiskal siyasətdir. Hökumət də vergiləri artırıb azaltmaqla və ya dövlət xərclərini dəyişməklə iqtisadiyyata birbaşa təsir göstərə bilir. Bütün bu məlumatlar çox yaxşı. Bəs bunun bizim şəxsi maliyyəmizə, yəni cibimizə nə dəxli var? Davamlı inflyasiya reallığı sizin əmanətlərinizə əslində necə təsir edir? Gəlin baxaq. İndi baxın bu qrafikə. Çox maraqlıdır.
Bu pulunuzu fərqli yerlərdə saxlasanız nə baş verəcəyini göstərir. Təsəvvür edin, 10 il əvvəl 3 dostun hərəsinə 1000 dollar veririk. Biri pulunu aparıb banka əmanət qoyur, o biri gedib qızıl alır, üçüncüsü isə risk edib səhmlərə yatırır. 10 ildən sonra nəticə açığı heyrətamizdir. Səhmlərə yatırılan pul digərlərini sadəcə darmadağın edib. Deməli, buradan çıxan əsas nəticə budur. Əgər illik orta hesabla 2%lik inflyasiyanı da nəzərə alsaq, bankdakı əmanət hesabı əslində pulunuzun dəyərini qoruya bilməyib. Bəli, pulunuzun məbləği rəqəm olaraq biraz artıb, amma onunla ala biləcəyiniz şeylərin miqdarı azalıb. Yəni, investisiya etmək sadəcə varlanmaq üçün deyil, həm də çətinliklə qazandığımız pulun dəyərini qorumaq üçün vacibdir. Və bugünkü izahımızı sizi düşünməyə vadar edəcək bir sualla bitiririk. Əgər iqtisadiyyat elə quruluqsa ki, hər il qiymətlər təxminən 2% artsın, bəs sizin pulunuz bu sürətdən daha sürətlə artırmı? Bu sualın cavabı sizin maliyyə gələcəyinizi müəyyən edəcək əsas amildir.